Mən uşaqlıqdan böyük musiqiyə həvəsim olub. Yəni, hədsiz dərəcədə həvəsim olub musiqiyə. Sadəcə düşə bilməmişəm dalıyızdan. Tamam başqa sahələrdə işləmişəm. Musiqi sahəsində olmamışam. Müəllimim olmayıb, təhsilim olmayıb. Bu aləti düzəldərkən Bakı şəhərində fəhlə işində çalışırdım. Həvəs gəldi mənə, böyük həvəs gəldi. Yəni, heç bir alət olmadığından fikirləşdim ki, belə bir şey yığım. Səs gücləndiricidir, zildir, basdır, basavik şalqadır, exodur, ekvalazerdir, distasyonludur, ritmlər, akordlar. Yəni, bunların hamısını fikirləşdim ki, elə bir şey yığım ki, hər bir şey özündə cəmlənsin.